Salam dostlar, mən Azərbaycan Blue Hackers timindən Dark Hacker. Bugün sizlərə Clash of Clans üçün göstərəcəm. Dediyim proqram root tələb edir və bu proqram tam çift sayma olmaz. Bu qənimət almaq üçün bir vasitəvi bir proqramdır. Bu proqram vasitəsilə siz çoxlu sayda qənimət ala bilərsiniz. Proqram adı Xmod Games'dir. Daxil oluruq Xmod Games'ə. Gözləyək. Amma yalnız telefonunuz root olmalıdır. Bu ən vacibdir. Çox vacibdir root olması. Və burada Clash of Clans'a basırıq və burada mod installed yazılısı var. Bu sizdə yaşlı rəngdə olmayacaq, amma siz onun üzərinə basmalısınız ki, sizdə də yaşlı rəngdə yazılsın söz. Yəni mod installed. Əgər yaşlı rəngdə yazılsa, deməli artıq siz istifadə edə bilərsiniz. Daha sonra burada launch yazısı var və burada launch yazısına basırıq. Və budur, oyuna daxil olur. Və burada X hərfi ilə işarə olunmuş bir buton gələcək. Adətən sağ tərəfdə gəlir. Budur. Oyuna daxil olsun. Saldır eləmişdən. Sözün doğrusu mən təzə başlamışam bu oyuna. Ona görə də biraz zəifdir. Köyün günlərim yükləmişəm oyunun. Amma nəysə. Və budur. Burada X butonu ilə X hərfi ilə işarə olunmuş buton. Onun üzərinə bir dəfə klik edirik. Üzərinə basırıq və gəlir. Burada gold more than. Yəni istədiyimiz qədər qızıl yazır. Məsələn 40.000. Elixir more than. Burada isə bənövşə rəngdə olan iksiri yazırıq. Ora mən 30.000 yazmışam. Siz yazа bilərsiniz. Sonra altdakı dark elixir more than. Bu isə qara iksirdir. Dördüncü butondakı get trophy more than isə kuboklardır. Sonra max town hall level. Bu isə köy binasıdır, bələdiyyə binası. Source switch, bu isə axtarmaqdır. Bunu həmişə aktiv etməliyik. Sandbox attack isə nə vaxtsa dostlarımızı saldır etmək istəyirik, o zaman sandbox attack'ı aktiv edirik. Və sonra saldırıya gedirik və eşleşmə bul butonuna basırıq. Bu butona basdıqdan sonra burada yazdığım qədər olan butonlar, yəni burada yazdığım miqdarda olan qənimət gəlir və siz onu oranı asanlıqla bilərsiniz. Sağ olun, gələcək videolarda görüşənədək.